Xoş gördük əziz səyahət sevənlər. Yeni bir videodan hər kəsi salamlayıram. Ekrana yaxın əyləşin, çox maraqlı olacaq. Leningrad vilayətinin Vuborq şəhərinə gəlmişəm. Hal-hazırda Dəmir yolu vağzalının çıxışındayam. Moskvadan birbaşa 10 saat, 12 saatlıq yoldur. Hə dostlar, başlayalım şəhəri birlikdə kəşf eləməyə. Maraqlı bir video alınacaq. Hər kəsə xoş istəmələr. Mən isə başladım. Gedək mərkəzə doğru indi. Leningrad vilayəti Vuborq şəhəri. Bu da Vuborq qalasıdır. Vuborq qalasına giriş pulludur. Ərazini gəzmək üçün 100 rubl pul ödədim. Burada maraqlı bir tablo var. Selfie çəkdirirsən. Belə danışır. Qulaq asaq indi. İsveç dövrünə aiddir. Yanında durub selfie şəkil çəkdirirsən. Maraqlı bir əslində ideyadır. Gördüyünüz kimi dururuq şəklin yanında, belə şəklini çəkir. Görsət görən çəkmirsən. Maraqlıdır, deyilmi? Hə dostlar, davam edirik. Vuborqda gəziləcək yerlərdən biri də köhnə şəhərdir. Olduğumuz yer maraqlı bir küçədir. Maraqlı küçələrdir. Hər tərəfdə kafelər, restoranlar fəaliyyət göstərir. Burada da Fin körfəzində qayıqla gəzmək olur. İndi də qiymətini də maraqlanın. 1 saatı 900 rubldur. Hə dostlar, davam edirik. Kanala abunə olmağı, dəstək olmağı unutmayın. Dəstək olun. Mən də sizlər üçün yeni videolar çəkim, paylaşım. Bir Azərbaycanlı səyahətçi kimi gəlib çıxdım Vuborq şəhərində yerləşən bazar meydanına. Burada həm bazar fəaliyyət göstərir, həm də suvenirlər, kafe, restoranlar fəaliyyət göstərir. Qarşıda da dairəvi qala var. İndi hal-hazırda bu qala restoran kimi fəaliyyət göstərir. İndi bazar olmalıdır. Burada bazara da gedək. Tapım, çəkim göstərdim sizlərə. Bu da mərkəzi bazar 1904-1906-cı illərdə tikilib. 100 ildən çox yaşı var binanın. Keçək içəri. Maraqlı bir fanta aldım, ananaslı fanta. Beləsinin dadına baxmamışdım, görək necə dadı. Şokoladların biri 250-dir, biri də 300-ə. Fin məhsulları çox bahadır dostlar. Belə olasını gözləmirdim əslində.
Səyahət eləyək dostlar, adama gəzmək qalır, mümkün dərəcədə səyahət eləyəyin. Kanala abunə olmağı, dəstək olmağı unutmayın dostlar. Hər kəsə xoş izləmələr. Davam edirik. İndi gedirik, növbəti bir gəziləcək yer var. Mon Repos parkı çox gözəl bir məkandır. Parka doğru gedirik. Vıborq şəhərindən sərhəd keçid məntəqəsinə cəmi 20 dəqiqəlik yoldur. 30-35 kilometr məsafədə yerləşir Vıborq şəhəri. İndi hal-hazırda sərhədlər Rusiya ilə bağlıdır. Amma Şengen vizası olsa yəqin ki keçmək mümkündür. Bu da qalanın çöldən ümumi görüntüsü. Bəxtimdən bugün hava çox gözəldir dostlar. Bugün 12 dərəcə isti var. Oktyabr ayının 17-sidir bugün. 2024-cü il. Davam edirik. Bu da Vıborq şəhərində yerləşən şokolad muzeyidir. Parkda ümumi şəhərin tarixi haqqında məlumat verilir. Əsas da 1-ci Pyotr haqqında geniş məlumat tapmaq mümkündür. Şokolad muzeyinə giriş sərbəstdir. Girək şokolad muzeyinə, görək nə var. Birinci Pyotr 2 metr 4 santimetr olur. Bu da 1-ci Pyotr. Dahi şəxs. Rus tarixində Rus xalqına tarixi, mədəniyyəti öz xalqına bəxş edən bir şəxsdir. Grot, şokoladlı pivə. Dostlar, gəlib çatdım Vıborq şəhərində ən gəzməli yerlərdən biri olan Park Mon Repos. Bura həm də qoruq kimi fəaliyyət göstərir. Girək, biletimizi alaq. Biletimizi aldıq, parka giriş 300 rubldur böyüklər üçün. Parkın ərazisi çox böyükdür. Yəni 1 saat, yarım saat gəziləsi bir yer deyil. Park Fin körfəzinin sahilində yerləşir. Çox gözəl, möhtəşəm bir görüntüsü var. Payız ayıdır, hər tərəf qızılı rəngə boyanıb. Vıborq şəhərinə gəlmək üçün Bakıdan birbaşa olaraq Bakı, Sankt-Peterburq aviareyslərlə gəlmək mümkündür. Və Sankt-Peterburqdan da bura 1 saat 30 dəqiqəlik yoldur. Bu gözəllikləri gəlib siz də seyr edə bilərsiniz. Moskvadansa mən qatarla gəldim. 9-10 saatlıq məsafədə yerləşir. Birbaşa Moskva-Vıborq qatarı mövcuddur. Mən həmin qatarla gəldim bura. Leningrad vilayətində yerləşir. Mərkəzi Sankt-Peterburq şəhəri hesab olunur. Bundan əlavə Vıborq şəhəri Finlandiya ilə həmsərhəddə, həm də Rusiyanın Kareliya Respublikası ilə həmsərhəd bir şəhərdir. Əgər tarixi biraz vərəqləsək, Vıborq şəhəri statusunu almamışdan əvvəl bu torpaqlar Kareliya xalqına məxsus olub. Kareliya xalqı ta qədimdən şimalda yaşayan xalqlardan biri olub. İndi hal-hazırda Rusiya Federasiyasının tərkibində olan Kareliya Respublikası adlanır və təbiəti çox mükəmməldir. Mənim YouTube'da ilk izlədiyiniz, ilk çəkdiyim videoda Kareliya Respublikasına aiddir. Həmin vaxtlar biraz məlumatlarım çox da geniş deyildi. Siz araşdırın, Kareliya Respublikası və Kareliya xalqı
haqqında geniş məlumat əldə edin. Şimal torpaqlarının təbiət gözəlliyi insanı başqa bir alana aparır. Buranın təbiəti Azərbaycan təbiətinə heç də oxşamır. Tam fərqli bir təbiəti, flora və faunası var. Onun üçün də Azərbaycan turistləri üçün mən deyərdim ki, ideal bir məkandır. Bu torpaqları gəlib siz də görərsiniz. Əgər YouTube-da mənim videolarımı izləyirsinizsə, mənim Murmansk vilayətindən də 2 hissəli bir videom var. Girib izləyə bilərsiniz. O da çox maraqlı təbiət gözəlliklərini və Barents dənizini izləyə bilərsiniz həmin videolardan. Bir sözlə uşaqlar, kanala abunə olun, dəstək olun. Şərh bölməsinə ürək sözlərinizi və tövsiyənizi verə bilərsiniz. Bütün kommentləri hamısını oxuyuram. Və dostlar, biraz da tarixə qayıdaq, tarixi yenidən vərəqləyək. İlk sakinləri olan Kareliya xalqlarından sonra bu torpaqlara Novqorod knyazlığı sahiblik elədi. Və zaman keçdikcə İsveçlər Voyborg torpaqlarını öz ərazilərinə keçirdi ta 1710-cu ilə qədər. 1700-cü illərin əvvəllərində 1-ci Pyotr Sankt-Peterburq şəhərinin əsasını qoyur və Voyborg şəhəri Rus imperiyasının tərkibinə keçir. Uzun illər Rus imperiyasının tərkibində olan Voyborg şəhəri ta revolyusiya dövrünə qədər Rus imperiyasının tərkibində olur bu şəhər. Rus imperiyası dağıldıqdan sonra bu torpaqlar Finlandiyanın ərazisinə keçir. Sovetlər və Fin müharibəsi baş verdi. 1940-1941-ci ildən sonra Voyborg şəhəri Sovetlər Birliyinin tərkibinə keçdi və uzun illər Sovetlər Birliyinin tərkibində qaldı ta Sovetlər Birliyi dağılana qədər. Sovetlər Birliyi 91-ci ildə dağıldıqdan sonra bu torpaqlar Rusiya Federasiyasının tərkibinə keçmişdi. Günümüz 2024-cü il bu torpaqlar Rusiya Federasiyasına aiddir. Bildiyim qədər sizə məlumatı çatdırdım. Həm özüm bu şəhəri kəşf elədim, həm də sizlərlə birgə bu şəhəri gəzdik. Qarşıma meşədə yaşayan dələ çıxdı. Görürsünüz, təbiəti çox maraqlıdır buranın. Bura şimaldır dostlar. Dələ qorxmur məndən. Görürsünüz. Hara qaçırsan dələcik? Dostlar, biraz da sizə Fin körfəzi haqqında məlumat verim. Ümumilikdə körfəz nə deməkdir? Körfəz okeanın və dənizin quyuya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Bu da Fin körfəzidir dostlar. Fin körfəzi Baltik dənizinin şərq hissəsində yerləşir. Rusiya, Finlandiya və Estoniya ərazisində yerləşir. Fin körfəzinin uzunluğu 420 kilometrdir. Eni isə 70 kilometrdən 130 kilometrə qədər çatır. Orta dərinliyi isə 38 metrdir. Maksimal dərinlik 121 metr. Bura balıqçılar üçün də ideal bir məkan sayılır. Həm də payız aylarında burada çoxlu sayda gilə meyvələr yetişir. Həm də şimal zonasında məşhur olan ağ göbələk burada yetişir. Bu qaya üzərində yetişənlərsə mamırlardır. Əgər təbiəti sevirsinizsə, təbiət qoynunda daha çox vaxt keçirmək istəyirsinizsə, onda buyurun şimal torpaqlarına, eləcə də Leningrad vilayətinə, həm də Kareliya Respublikasına. Bu gördüyünüz bu tikili qədim zamanlarda hansısa tarixdə soyuducu kimi fəaliyyət göstərib, maraqlı bir tikilidir. İndi hal-hazırda suvenir mağazası kimi fəaliyyət göstərir. Park Monrepo şəhər mərkəzindən taksi ilə 10 dəqiqəlik məsafədə yerləşir. Onu da qeyd edeyim ki, bu şəhərdə taksi qiymətləri cibə uyğundur. Yandex taksi burada
fəaliyyət göstərir. Moskvadan fərqli olaraq qiymətlər burada cibə uyğundur. Şəhərin mərkəzindən Park Manropoya belə avtobuslarla gəlmək mümkündür. Qiyməti 100 rubldur. Mən taksi ilə bura 150 rubla gəlmişdim. Dostlar, sona qədər izlədiyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm. Kanala abunə olmağı, dəstək olmağı unutmayın dostlar. Yeni bir şəhərdə görüşənə qədər özünüzdən müğayət olun, sağlam olun, səyahət edin. Sağ olun.